İndi keçək o birisi məsələyə ki, onun haqqında inşallah istəyirik gələn həftə o dərslərə başlayaq. O dərslərin adı indi belə qoya bilərik ki, məsələn, müvəffəqiyyət dərsləri, həyatda müvəffəq olmaq, həyatın dəyişməsi. Amma əsas elə belə müvəffəqiyyət hələ bu mənada. Siz nəzərdə tutun, bir dənə buğdanın xuşiyə nə deyirsiniz? Xuşiyə gəndima. Sümbülü, hə. Bir dənə buğdanın sümbülü, yadımdan çıxmış. Bir dənə də ot, alaq deyirsiniz də? Bəli. Alaq. Ya yabanı, hə? Yaban da alaq. Yox, otun alağıdır. Yəni o dərd edəməyən ot. Bəzi otlar var, daxı dərmandır, bitkidir falan. Alaq o ota deyirlər ki, dərd edəmir. Yəni sən məsələn pomidor ətsən, yanında başqa şeylər, alaq, o otlar çıxır, onlar alaq deyirlər. Onlar o əkinçi çıxadır atı qırağa. Bir dənə təsəvvür edin bir yerdə, bir dənə əkinçi buğda əkibdir, orada bir yerdir. Orada tuxum əkibdir, su verir, orada həm buğda çıxır. Bir dənə buğdanın sümbülünü nəzərdə tutun, bir dənə də alağı. Buğda nə olur? Buğda bir dənədir, olur neçə yüz dənə, neçə min dənə nəhayətdə. Amma alaq nə olur? Heç nə. Axırda ya ayaqlarına, ya tutub atırlar bunu qırağa. Nə fərq var burada? O da həmən yerdə, həmən torpağa tuxumu onun da düşüb, bunun da düşüb. Həmən əkinçi ona da su veribdi, ona da becəribdi. Və həmən günəş buna da şüasını verib, ona da veribdi. Amma o olur buğda, bu olur nə? Alaq. Burada fərq nədədir? Fərq bunların məqsədində, risalətində, hədəfindədir. Onun məqsədi budur ki, buğdaya çevrilsin. Onun məqsədi budur ki, alağa çevrilsin, dələ dəyməyən bir şey. İndi təbiətdə belə şeylərin risalətini varlıq və Allah veribdir. Yəni o alaq heç vaxt gəlib buğda ola bilməz. Çalışa, otura, məsələn, riyazət eləyə, ibadət eləyə, ola buğda yox, ola bilməz. O elə odur. O buğda da gedib alaq ola bilməz. Ola bilər zəifləsin, biraz yaxşı buğda olmasın və ya yaxşı güclü buğda, amma buğdadır, başqa şey ola bilməz. Risaləti verilib ona, onun alnına yazılıb, qutarıb, dəyişiləsi deyil. Amma burada insanın fərqi var bundan. İki dənə insanı nəzərdə tutun, eyni bunlar kimi. Biri sirvətli, maddi və mənəvi baxımdan. Şəxsiyyətli, təsir qoyan, əsər qoyan, yəni əsər qoyur. Cəmiyyətin içində yaxşı əsərlər qoyur. Güclü əsərlər qoyur. Hər sahədən baxsan müvəffəq adamdır. Müvəffəq bir insandır. Biri də heç sahədən müvəffəq deyil. Nə pulu var, nə sirvəti var, nə mənəviyyəti var, nə əxlağı var, heç nəsi yoxdur. Nə fərq var bunların ikisinin arasında? Kim bunu belə eləyibdir? Həmən yerdə, həmən şəhərdə, həmən cəmiyyətin içində, həmən vəziyyətdə bu da yaşayır, o da yaşayır. Hətta görürsən ki, bir dənə ailədə bir oğlan belədir, bir oğlan belədir. Yəni hələ biz heç qırağa çıxmırıq da bir dənə ailədə bir uşaq belə müvəffəq, dərsini oxuyub, hər yerə çatıb, mənəvi, maddi baxımından istədiyi yerə çatıbdır, biri də avaranın biri olubdur. Burada təfavüt nədir? Fərqi nədir burada? Kim deyə bilər? Onların risalətində, seçimində, məqsədində və hədəfində o öz üçün o ki, sərvətmənd olubdur. Sərvət deyəndə ancaq pul nəzərdə tutulmur, hər sahədən. O özü seçib onu. Və bu da ki, gedibdir, yazıq olub, bədbəxt olub, fəqir olubdur, hətta gündədiyi, yediyi çörəyinə də möhtacdır. O da özü seçibdir. Burada seçim var. Amma orada yoxdur. Allah buyurdu, mən insanı yaratdım. Fəəlhəməha, fucuraha və təqvaha. Mən yaratdım və o da yolu da göstərdim. Bax, buradan geçsin, çıxasan ora, buradan geçsin, çıxasan bura. Hara gedirsən özün bilərsən. Yəni burada seçim vardı. Amma orada seçim yoxdur. Əgər bizim də indi vəziyyətimiz hər yerdədir, hər haldayıq, seçmişik də bunu. Deyə bilmərik ki, ay belə oldu, nə bilim, bizim şərait belə oldu, şəhər belə oldu, filan oldu. Elə həmən şəhərdə baxsın, o qədər müvəffəq adamlar vardı, daha da müvəffəq adamlar vardı. Bunlar seçimdilər. Deməli, fərq burada bundadır ki, onu o öz üçün risaləti və məqsədi və o hədəfini o intixab edib, seçib, bu da bunu seçibdir. İndi biz istəyirik burada neyniyək? İnşallah bu dərslərimizdə o risalətimizin, o məqsədimizin, hədəfimizin və hara çatacağıq və hara çatmaq istəyirik, hara tərəf hərəkət eləmək istəyirik, onun haqqında danışaq.
Və insanda da qabaqçı söhbətlərdə bəlkə işarə eləmişəm ki, insanda Allah o qüdrəti verib ki, nəyə istəsə çata bilir. Nəyə istəsə. Hədisi qudusunda oxumuşam. Təkrar eləmək istəmirəm ki, insan eləyə bilər. Allah buyur ki, eləyə bilərsən ey insan sən mənim kimi olasan deyir. Necə ki mən diriyəm, ölmürəm, sən də diri olasan heç vaxt ölməyəsən. Necə ki mən ehtiyacım yoxdur kimsəyə, sənin də ehtiyacın. Bu hədisi Allahın tərəfindən hədisi qudsidir. Deməli, əgər biz deyirik o yerə yetişək və o seçimi seçək, gərək öz ixtiyarımızdadır. Amma indi bunun yolları vardır. Yollarını inşallah biz deyirik o dərslərdə xidmətinizə deyək inşallah. Bir dənə salavat buyurun. İndi onun misalları var da, indi biz görürük ki, məsələn, bir nəfər cəmiyyətin içində çox müvəffəq, pullu, bir nəfər fəqir, çörəyinə ehtiyacı var. Bir nəfərin evi neçə min kvadratdır, bir nəfər iş arendada tutub qala bilmiş. Bir nəfər nə bilim neçə milyonlar borcu vardı, bir nəfərin milyonlar borcu veriyi. Bunların hamısı bizə göstərir ki, bunlar seçimdir. Yəni burada özdəki dindən, məzhəbdən asılı deyil məsələ. Görürsən ki, əksinə dinsizlər və Allahın yolunu getməyənlər daha bu məsələdə görürsən müvəffəqdirlər. Yəni maddi baxımından, mənəvi baxımdan heç. Deməli, burada seçim vardır. Bəs inşallah biz o dəstədə iştirak eləməklə o seçimi necə seçilməliyik və necə o yolları getməliyik inşallah öyrənəcəyik. Bu mövzuda, yəni bu həmən bu müvəffəqiyyət dəstələrdən içində qanunlar var ki, əsas qanunların biri cəzb qanunudur. Cəzb qanunu nə deməkdir? Necə ki, yerdə cazibə qanunu vardır. Məsəl üçün bir şey buraxanda yer mi dartır, çəkir özünə. Yerdə bir qüvvə var ki, dartır da hər şeyi çəkir özünə tərəf. İnsanda da elə bir qüvvə vardır ki, hər şeyi istəsə dartıb özünə çəkə bilir. Ki yaxşılığı, ki pisliyi, ki sağlamlığı, ki servəti, ki fəqirliyi, hər nə vardı. İndi biz bu şəraitdə, nə şəraitdə indi hamımız, hər özün bilirik də nə vəziyyətdədir. Hamımız özümüz bunu dartıb gətirmişik özümüzə. Kimsə verməyibdi bunu bizə. Amma çox vaxt bilməyə biz bu işi görürük. Çox adamlar müvəffəqdirlər, amma bu qanundan, elmidən xəbərləri yoxdur. Amma bilməyə əməl edirlər. Və çox adamlar da xəstədirlər, həmişə, nə bilim, yoxsuldular, həmişə problemdədirlər, həmişə ağrıyırlar. Niyə? Çünki bilməyə o xəstəlikləri, o zəiflikləri, fəqirlikləri özlərinə dartıb gətirirlər. Bu qanun belə bir qanundur. İndi qanundan necə istifadə etmək lazımdır? Belə istifadə etmək lazımdır. Sən, xülasəsini deyirəm, hər şeyi ki, özünə dartıb gətirmək istəyirsən, gərək səndən cinsi eyni olsun. Yəni materialı eyni olsun. Necə ki maqnit dəmirdəndir, dəmiri dartır. Kağızı dartmaz ki. Suyu da dartmaz, xalçağı da dartmaz, taxtağı da. Maqnit ancaq sən də əgər sərvətli olsan, yəni beynin əgər sərvətli olsa, ruhun əgər sərvətli olsa, sərvəti dartıb gətirəsən. Əgər ruhun sağlam olsa, sağlamlığı dartıb gətirəsən. Və əgər xəstə olsan, əgər beynin fəqir olsa, fəqri çəkib gətirəsən və bu gündən çoxalacaqdır. Bu bir qanundur. Orada çoxlu qanunlar var, bir dənəsində deyim, qutarım. Ki, o üçün işarə elədim qabaq. O da 1% qanunudur. 1%. Bir də indi sual soruşacağım. 3 saniyənin içində hamı hazır olsun, 3 saniyədə cavabını versin. Hətta gəl özünə cavabını versin, sonra desin. 3 saniyənin içində. 1% qanunu budur ki, sən hər gün 1% çox yox, yaxşılığa tərəf hərəkət elə, kifayət edir. Fikir edirsiniz, ildə, il başı, bir ilin ərzində neçə qat insan qabağa gedə bilər 1% hərəkət eləməklə, yaxşılığa tərəf? Gündə 1%, yoxsa? Gündə 1%. 360. Neçə qat, faiz yox. 1% hərəkət edir, neçə qat indiki olduğu vəziyyətindən qabağa gedə bilər? Qat faizdir. 3 qat yarım. 300% ola bilməz ümumiyyətlə. 100-dən yuxarı ola bilməz faiz məsələsi. Faiz yox, faiz ola bilməz. Qatdır. 70.000 faiz, 70.000 qat. İndi olduğun haldan 70.000 dəfə gedirsən qabağa. Bunun düşünməsi də çətindir. İndi bir də başqa sualı vereyim sizə.
Mən sizə deyirəm 10.000 rubl veriyəm. Bunu istəyirsiniz, yoxsa 1 rubl veriyəm ki 31 günün içində hər gün 2 qat olacaqdı. Hansını istəyirsiniz? Bir bu, iki, 4 İkisi de 2 kat olacak. Yoksa 10 binde ya. Yox, 10.000 öz yerində. Tez. Hə. 2 qat olacaq. Dayı nə seçdir? Nağdı. 10.000-i? Ona bu bir nöqtə hesablayın. Ondan sonra seçim. Yox, 3 saniyə vaxtınız var idi. Nağdı 10.000'i alıp. Onu seçmədilər. 6200 verir də o 1 rubuldan 30 gün dediniz 2 qatı 6200. Yox, yox. Hər gün, bu gün 1 rub, sabah 2 rub, bir gün 4 rub, o bir gün 8 rub. Bir ay əvvəldə Bir də onu vur maşını, hesab maşınından vur gör nə olur. Biri vur 2-yə, 2-yə də 2 belə 31 dənə vur gör nə qədər olur. 231 eləyir də. Sən mən deyənə bax da, 1 vur 2-yə, 2-ni vur 2-yə, 2-ni 31 dəfə o 2-ni onu vur 2-yə. Gələn rəqəmi 31 dəfə vur 2-yə. Hə, 2-də 2-yə vur. Özünə yox, 2-yə. O da vur 2-yə, o da vur 2-yə, bu cübürcəsi 31 dəfə. Enişten deyir ki, o çox qəribə qanunların biridir. 31 gündə bu 2 qat olur 1 milyard 750 73 milyon. hə? 1 milyard 73 milyon. Düzdür, hə, 700 yox. 1 milyard 73 milyon. Bu nəyə göstərir? Əksəriyyət 10 milyonu tutdular da, amma bu bunu göstərir ki, xırda qədəmlər nə qədər böyük yerlərə bizə çatdıra bilirlər. Onunla əsasən Ayrı 10 milyon tutulmuş. Dedi 10 milyon ağda olsun. bu onu göstərir ki, bizim zehinlərimiz nə qədər çaşa bilər və zehinlərimizin ola bilər fərqliliyin göstərsin və belə bir qanunlar inşallah o dəstədə çox var deyiləcəkdir. İnşallah əzizlər iştirak eləsinlər və çalışaq hamımız bu addımdan bu toçkadakı varıq başqa bir toçkaya gedək. İndi biz o dərslərdə hardan tutacaq? Bu da deyim, qutarım. İki dənə siz şəhər nəzərdə tutun. Şəhər. Bir dənə şəhərdə hava çox tutqundur. Buludlar çox qalın, qaranlıq və cəmaat hərəkətdə belə hamısı aşağı baxırlar, heç kim heç kimə baxmır. Evlərin pəncərələri çox balaca. Hamısının da qabağında setka. Pərdə asılıbdır, köhnə pərdələr, bəziləri qazet yapışdırıblar. Adamların danışıqları ancaq olmaz, eləyə bilmərəm. Sənlik deyil, mənlik deyil, olmayacaq. Ağaçlar solub, güllər solub, su, şor, yeməklər ancaq quru və acı çörək və danışıqları da dedim, çox şeyini demək olar burada. Bir dənə də şəhər var ki, günəş çıxıbdır, hər yer işıq, pəncərələr böyük, hamısı açıq və insanlar hamısı bir-birinə baxırlar, danışırlar, söhbət edirlər və sözlər ilə ki, danışırlar. Budur ki, olar və mən eləmişəm və alınıbdır və alınacaqdır. Bunu çox qısa şəkildə dedim. İndi üçün də onda dərslərdə bunlar deyiləcəkdir, ona görə təkrar eləmədim. Biz inşallah istəyirik ki, o şəhərdən ki, indi varıq hamımız, inşallah o bir şəhərə hicrət eləyə. Hicrətin də haqqında çox böyük bir dənə gözəl mövzudur ki, inşallah bir vaxt olsa söhbət eləyəcəyik. Ancaq hicrətin və mühacirətin haqqında ki, biz burada hamımız mühacirik. Və hicrətin nə qədər xeyirləri var, nə qədər insan hərəkətləri və bütün demək olar böyük işlər mühacirlərin əli ilə olubdur. Həmişə dünyanın hər yerində hicrət eləyənlərin. Heç vaxt insan o öz yerində olanda böyük işlər görə bilmir. Ancaq hicrət eləyəndən sonra elə bir şey qapı açılır. İnşallah Allahın köməyi ilə başlarıq və sizlər də inşallah gəlin, kömək eləyin, bu dərsləri davam elə.